Deməli, Mostarda qaldığımız evdən bir 500 metre aşağıda axşam gəzintisinə çıxdıq. Gəzinti zamanı gördüğünüz belə bir şey var. Mostar şəhərinin 92-95-ci illər arasında gedən Serblərlə Xorvatların Bosniyaya qarşı, Boşnak müsəlmanlarına qarşı apardıkları soyqırımın bir memorialıdır. Burada Memorialni Center Mostar. Bu sırf Mostar şəhərinə aid olan bir şeydir. Mostarın bir hissəsi Xorvatlar yaşayıblar, etnik Xorvatlar, bir hissəsində müsəlmanlar yaşayıblar, Boşnaklar yaşayıblar. Hansılar ki, burada belə deyək də, Yugoslaviya Federasiyası dağılandan sonra torpaqları üzərində dava gedib. Bizdə də Qarabağ müharibəsi kimi. Burada Serb caniləri haqqında məlumatlar yazılıb. Slobodan Milošević və digərləri, Karadzic, Radovan Karadzic və bunlar digərlər. Hansı ki, Serblərə, Boşnaklara qarşı soyqırım ediblər. Burada oradan olan bəzi şəkillər, o vaxtın şəkilləri qoyublar. Şəhərin mərkəzində bunu saxlayıblar, yəni silməyiblər, tarixçi kimi bunu saxlayıblar. Burada Xorvat cinayətkarlar da hansılar ki, Haqa məhkəməsində onlara cinayət işləri açılıb və nəticədə 10 ildən 25 ilə qədər cinayətlər məhkum olublar. Burada Sinovi məhəlləsi 2017-ci ildə abidə açılıb. Unutmayın deyə 91-95-ci illəri. Bu da onların burada top nümunəsi. Deməli, köhnə şəhərdə nə gördüm? İki dənə mağazin var idi. O vaxtın, yəni 92-95-ci ildə gedən müharibədə hərbiçilərin əşya əmlakını satırlar. Süngü bıçaq, nə bilim, Kalaşnikov avtomatının darağı, komandirlərin kitabçaları, iş dəftərləri, belə deyək də, çantaları, səhra çantaları, belə şeylər satırlar. Bu da memorialdir. Yəqin ki, həmin o 4-cü korpusun komandiri, baba 4-cü korpusu var. Azadlıq korpusu, Bosniya Respublikasının, Bosniya Hersegovina Federasiyasının 4-cü korpusu olub. O da korpusun komandirinin abidəsidir. Urjdur Middat Balaşya, bir neçə adı var burada. Urjdur Middat, Balaşeviç Sabahattin, Jiloviç Yusuf, İmamoviç Zoran, Kalaba Faris, Saldo Miralem, Yogo İfet, Zizdiç Yusuf və onların getdikləri döyüş yolu haqqında bir qısa məlumat yazıb, oxuya bilmirəm. Yəni, Rusiyaya yaxındır bəzi şeylər, amma edir. Bu da ordunun bayrağı, 4-cü korpusun bayrağı və Bosniya Hersegovina Federasiyasının bayrağı. Çeşmə, Sloven Çeşmə, Donja məhəlləsinin Şehidima şəhidlər çeşməsidir. 2010-cu ildə sentyabr ayının 9-da və ya Hicri 1431-ci il Şəvval ayının 2-sində açılıb bura. Belə. Burada Quran-ı Kərimdən Bəqərə surəsinin 154-cü ayəsi yazılıb. Yəni, ərəb dilində, bir də şey dilində. Belə. Və də burada bir çiçək var. Çiçək, emblem var. Bu emblem Bosniya Hersegovina'nın bayrağında da olan bir emblemdir. Daha doğrusu ordunun bayrağında olan bir emblemdir. Bunu biz bu şəkildə emblemi harda görmüşəm? Florensiyanın da emblemi bu şəkildədir. Florentina komandasının da emblemi bundan ibarətdir. Onlar Firenze deyirlər. Bu da belə məlumat.